Tai Chi Chuan üslubunun xamat hərəkətləri sizin daxilinizdə olan bir çox prosesləri yavaşlayır. Məsələn, nəfəs dərinləşir, sakitləşir, ürək döyüntüsü yavaşlayır və nəticədə ürək yükdən azad olur, artıq yükdən azad olur. Eyni zamanda nəfəs dərinləşərkən sizin əsəb sisteminiz sakitləşir. Çünki nəfəs dərin olanda simpatik və parasimpatik sinir sistemi balansa gəlir. Və üstəlik Tai Chi'də meditasiya effekti var. Biz hərəkət eləyəndə barmağın ucuna baxırıq və beləliklə fikir axını da azalır. Nəticədə sizin konsentrasiyanız daha da yaxşılaşır. Siz hansısa iş, proyekt, layihə görərkən daha da effektli və nəticə yönümlü olursunuz. Ona görə əziz dostlar, gəlin bizimlə məşq eləyin. Biz səhərlər məşq eləyirik parkda. 3-cü və 5-ci gün bizdə cəmisi yarım saat məşq olur. Amma şənbə günü saat 8-dən 9-a qədər biz parkda məncə tam full deyək, yəni tam dolğun məşq eləyirik. Ona görə gəlin bizimlə məşq eləyin və Tai Chi'ni özünüz üçün kəşf eləyin. Görüşənədək sağ olun.